suçlu kaldı. Size de kanınıza benim. Zaman öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farsda seçilmiş kaç katına şartları 5 bin dolarlık alışlarına 2023-cü il dekabrın 30-u saat 23 radələrində Cavadxan küçəsi 6 ünvanında 1983-cü il təvəllüdlü Zamiq Cabbarovun naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülməsi haqda 19-cu polis şöbəsindən Nəsimi rayon prokurorluğuna məlumat daxil olub. Növbəti gün şübhəli şəxs qismində 2002-ci il təvəllüdlü Elvin Əhsədov saxlanılıb. Məlum olub ki, hadisə pul borcu ilə əlaqədar yaranmış mübahisə zamanı baş verib. 2023-cü il dekabrın 30-u saat 23 radələrində 1983-cü il təvəllüdlü Zamiq Cabbarovun aldığı bıçaq yaralarından ölməsi barədə 19-cu polis şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyi məlumat yayıb ki, cinayəti törədən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür. Dekabrın 31-i səhər saat 9-da 2002-ci il təvəllüdlü Elvin Əhsədov Ağcabədi rayon polis şöbəsinə gələrək Bakıda adam öldürdüyünü etiraf edib. Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Zamiq Cabbarovun ölümünə qırtlağın, yuxu arteriyasının, ürəyin və qaraciyərin zədələnməsindən törənən massiv qan itirməsi səbəb olub. İstintaqla müəyyən edilib ki, Elvin Əhsədov anasının onkoloji xəstəliyi ilə əlaqədar yaranmış borclarını ödəmək üçün 2023-cü ilin sentyabr-oktyabr ayları ərzində aylıq 20% əlavə pul vermək şərti ilə Zamiq Cabbarovdan 2500 manat pul alıb. Amma ailə vəziyyəti ilə bağlı borcu ödəmək imkanı olmadığından həmin şəxsdən vaxt istəyib. Dekabrın 30-unda telefonla danışarkən Zamiq Cabbarov anası haqqında nalayiq ifadələr işlətdikdə Elvin Əhsədov qisas məqsədi ilə onu öldürmək qərarına gəlib. Kirayədə yaşadığı Biləcəri qəsəbəsi Natavan küçəsi 5 ünvanında saxladığı ov bıçağını gödəkçəsinin cibinə qoyub. Zəng edib tanışına Cavadxan küçəsi 6 ünvanının qarşısında görüşməyi təklif edib. Razılaşdıqları yerə Zamiq Cabbarov tanışı Qaçay Paşayevin idarə etdiyi Toyota markalı avtomobillə gəlib. Elvin Əhsədov qabaq sərnişin oturacağında əyləşən Zamiq Cabbarovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla 4 dəfə zərbə vurub. Bu hərəkəti ilə o, zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İstintaq eksperimenti zamanı Elvin Əhsədov bildirib ki, Zamiq Cabbarova telefonda niyə anasını söydüyünü və ona olan borcunu növbəti ay qaytaracağını deyib. Bundan sonra gödəkçəsinin sağ cibindən bıçağı çıxararaq tanışının boğazına və sinəsinə zərbələr endirib. Əsədov Elvin Siyavuşoğlu'nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə baxılır. Xatırladıram ki, məhkəmə iclasının audio video yazısı aparılır, audio video yazı iş materiallarına əlavə olunacaq, iclas protokoluna audio video yazı arasında zikriyyət olarsa audio video yazıya üstünlük veriləcəkdir. Təqsirləndirən şəxs özünü təqdim edən navaxtar qanada olmuşsan. Əsədov Elvin Siyavuşoğlu Ağcabədi rayonunun da qəsəbəsində 2002-ci ildə avqust ayının 5-də olunmuş. Azərbaycan vətəndaşısan, subaysan. Bəli. Orta təhsillisən, əvvəllər məhkum olunamsan? Xeyr. Harada xidmət edirdin? Daxili qoşunların en sali hərbi hissəsində, xüsusi təyinat dəstəsində. Sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə tamamiyyətlə qəsdən öldürmüş, yəni qəsdən Zamiq Cabbarova həyatdan məhrum etmişdir. Bu hərəkətlərlə Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə nəzərdə tutmuş cinayət əməli törətmişdir. Aydındır sizə ittiham mahiyyətinə bir təqsirli bilirsiniz? Xeyr, nə aydın deyilsin? Oxulanları başa düşürsən nə? başa düşürəm. Aydın, indi arxasına qulaq asın. Özünü təqsirli bilirsən bu əməli törətməkdə? Əməli törətməkdə... Bu maddə ilə 120.2.5 ilə özünü təqsirli bilirsən. Təqsirli bilmirsən. Və hansı maddə ilə təqsirli bilirsən? 120.1. 120.1 ilə təqsirli bilirsən.
Elvin Əsədov xüsusi vasitələrin tətbiqi dəstəsində MAX-ı, yəni müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləyib. Qarabağda keçirilmiş antiterror əməliyyatlarında iştirak edib. 1885 manat əmək haqqı alıb. Anası xərçəng xəstəliyindən vəfat edib. Zamiq Cabbarovu hadisədən 4 ay əvvəl sələmçi kimi tanıyıb. Sentyabrın əvvəllərində Zamiq ona aylıq 20% olmaqla 2500 manat pul verib. Ona aylıq 400 manat faiz ödəməli olub. Hadisə ilə bağlı möhtərəm hakim. Allah cəm ölənlərinizə rəhmət eləsin. Sentyabrın 4-də valideynin dünyasındadır. Ondan əvvəl valideynim onkoloji xəstə idi. Eləmək də mənim borcumdur. Hər bir evladım borcudur. Şu valideynim üçün əlindən gəldi hər bir şey eləsin. Əsədov, Buyur. Zamiq Cabbarovu nə vaxtdan tanıyırdınız, hansı şəraitdə tanıyırdınız, nə münasibətiniz olmuşdu, pul götürülənə qədər? Pul götürənə qədər Zamiq deyilən şəxsən heç bir münasibətim olmuyor, amma sələmçisini tanımışım. Çox adama sələm verib, gəlib bilən anası da özü də Mən anası Allah nə bilsin. cəmaat işdən Mən çıxartdılar. oğlumun bu işdə olmağını bu hadisədə bildim. İmkan verirəm. 2000 manat pul verdilər, gəlib 5000 qışqır balı salıb cəmaat alırdılar, işdən çıxartdırıb. Yox, suala konkret cavab. Sən özündən danış, sən nə sual verir, ona cavab ver. Sakin. Zamiq deyilən şəxs sələmçi kimi tanıyırdım, sonra Hardan tanıyırdınız? İstədiyi bilirdi. Necə tanıyırdınız? Kim demişdi? Kim vasitəsilə tanış olmuşsunuz? bir nəfər iş yoldaşım var idi, möhtərəm var. İbadət necə olmalı? Siz hansı ünvanda yaşayırdınız? Natavan Street 5. O Zamiq də yaxın məsafədə yaşayırdı, yoxsa? Bilmirəm, tanımıram şəhəri. Zamiq mikrayında yaşayır, Pədi mikrayında. Ümumiyyətlə bilmirəm harada. 5-ci mikrayında. Hanım imkan verin də, niyə qaydaları pozursunuz? Tamam, bu sualları verin, sən imkan edin, suallarınızı verəsiniz. Deyirsiniz bir nəfər vasitəsilə bildiniz ki, belə bir şəxs var, Bəli. pul verir. Siz niyə? Bizdə elədir ki, möhtərəm hakim, o şəxs gətirilsə bura o işdən çıxa bilər də, istəmirəm problem olmalı. Sualdan yayınlayın, sizə sualca verirəm, cavabını verin. Burada çəkiliş gedir, dinləndi. Kimdən öyrəndiniz ki, belə bir adam var, faizə pul verir? İş yoldaşı. Nədir ad familiyası? Adı, familiyası, atasının adı kimdir, iş yoldaşı? Yadımdan çıxıb. Yadımızdan çıxıb. Bir yerdə işləyirsiniz. Bəli. Ata eləsin demək istəyirsiniz? Xeyr. Demək istəyirsiniz. Demək istəmirsiniz. Hə. Yaxşı, başa düşdüm. Nə vaxt pul götürdünüz həmin şəxsdən? Və nə qədər məbləğdə pul götürdünüz? Ümumi 2500 manatda, çünki demişdi ki, mənə 3500 manat verərsin. Bilmirəm, amma həmən valideynin xəstə olan ərəfələrdə götürmüşəm. Bir arazida bir sənədləşmə oldu, yoxsa da şifahi gəldiniz, istədiniz, pul verdi? Vəsiqəmi şəklini istədi, başqa heç. Vəsiqəsi şəklini Şəklini çəkdim, attım WhatsApp-da, iş vəsiqəmi şəklini çəkdim, attım WhatsApp-da, başqa heç işlədim. bir zamin zat kimisə tanımadı ki, tutaq ki, Xeyr, bir dənə dedi ki, gözdə zəng eləyim sənə, adım, familyan nədir? Zəng edər hissədən soruşdu, ondan sonra dedi ki, nə qədər lazımdır, atdı. nə qədər götürdünüz? Təxminən yadımda deyil, 2500 manat bir ümumilikdə. Ümumilikdə o qədər. Yox, başa düşdündə hansı şərtlə verdi sizə? O şərtlə ki, verə bilməsən 20% 100 manata, 20 manat üstünə gələcək bir ayda. İndi telefonda danışırdınız. Kimlərsə bu sizin arazida gedən danışığın şahidi idi, yoxsa? Xeyr, WhatsApp-da var da telefonumda. WhatsApp-da Zəng var. var mənə, hədələmək səsləri var. Ancaq canlı görüşməmisiniz, üzbəüz görüşməmisiniz. Xeyr, üzbəyiz, görüşməmiş. Üzbəyiz bir dənə həmən vaxtı görüşmüşük. Dekabrın 30-da Zamiq borcunu tam ödəmək üçün ayın 31-i saat 13-ədək vaxt verdiyini, qaytarmayacağı təqdirdə onun iş yerinə zəng vurub şikayət edəcəyini bildirib. O Zamiqə yaranmış vəziyyəti izah edib, borca görə sıxıldığını, pulu anasının dərmanlarına xərclədiyini və yanvarda borcunu qaytaracağını söyləyib. Bu zaman Zamiq onu və anasını ağır ifadələrlə təhqir edib.
anasını söydüyündən bərk qəzəblənib. Buna görə Zamiqə zəng edib yalandan məbləğin hazır olduğunu deyib. Cabbarov görüşmək istəmədiyini və pulu karta göndərməsini bildirsə də o razılaşmayıb. Buna görə Zamiq Memar Əcəmi dairəsinə gəlməsini deyib. Zamiqin yanında tanımadığı şəxs olub. Söyüş söyən Zamiqin ağız nahiyəsinə, ardınca da boğazına və sinəsinə bıçaqla zərbələr vurub. Hadisə yerindən uzaqlaşandan sonra ona zəng edən polis polkovniki harda olduğunu soruşub. Ona qaçmaq niyyəti olmadığını, anasının qəbrini ziyarət etdikdən sonra gəlib təslim olacağını deyib. Ağcabədi rayonuna gedib. Sonra bəs nədən münasibətləriniz bax belə pisləşdi? Bir dənə o söyüş söyməyə görə, belə başqa mənim ondan heç bir narazılığım yoxdur, ondan köməkli göstərmişdir. Və şofun yanlarının 20-sinə götürmüşdür. Amma Zamiq deyilən şəxs möhtərəm hakim, and olsun Allaha ki, vaxt tapıb gücünə evimizə zəng edir, yaxşıyıq deyirik. Zamiq deyilən şəxs yazır, dayanmadan zəng edir ki, sən bir nəfərin nömrəsini ver ki, mənə pul birdən baxarsan ölərsən. Deyirəm, mən səndən ötürü buradayım. Mən vətənpərvər bir ailədə böyümüşəm, möhtərəm hakim. Hadisədir, gəlib olubdur, mən də istəməzdim belə olsun. Bir ana gözü yaşlı qalsın. Anamın gözü yaşlı olmağın nə demək olduğunu yaxşı biliyorum. Qazıdır, yaş olsun çiynlərimdə. Xanım, Haybeye qədər gəlib, kimisə öldürməkdir, vəşqimi. xanım, çıxırmaq lazımdır. Kimisə başını kəsməkdir, yayda soxma oldu. Sus anasısın, öldürüm oğlumu. Ondan danışır, vətən uğrunda, çalışmalı oğlan. Belə hərəkət eləməlidir. Namusla bir yətlə tutuşunuz səni. Hələ öldürmüsən. Hələ nə oğlum sən namusla tutuşsaydı, hukukun var öldürməyə. Nə oğlum sən Allah'da söyləyib, telefonlar da çıxmadı. Yaxşı, xanım, əyləş. Şərəfsiz, sən söyləyəsini ölməlisən, kimisən, Hörmətli vəkil, təmsil etdiyiniz şəxs izah edin, yazalığını çıxarmalı. Prosesimizi aparmalı. Buyur, davam elə. Hardan tanıyıb onu Hardan tanıyıb, ibadət necə sən tanışdırıb, adın ver də. Mən oğlum sən tanıyıb. Yəni fikir yaratmaq istəyir. Bu Zamiq deyilən şəxs zəng vurdu. Dedi ki, saat 1-ə qədər mənim pulum çatmalıdır. Mənim pulum saat 1-ə qədər çatmasa, üzr istəyirəm, xanımlar da var, möhtərəm hakim. Deyir, sən aparacağım, mən telefon çəkəcəm, mən bir ifadələr işləyəm. Kişi kimi ifadə ver, özünü müdafiə üçün danışma. Davam elə. Möhtərəm hakim, mən yalan danışıyorum. Özünü müdafiə etmək üçün danışmaya, evdən çıxanda birinci ifadəsində Zamiqə deyib ki, öldürmək niyyətinə deyir Can də. hərəkətində sizə ifadə verir. Buyurun, özü danışsın da. Buyurun. Kişi kimi danış ha, kişi kimi danış deyirəm Davam sənə. elə. Yalan ifadələr vermə burada. Möhtərəm hakimləri dolama ha, başqar hakim deyil. Ay xanım, xahiş edirəm siz idarə eləməyin də buranı da. Biz özümüz idarə eləyəcəyik də necə, nəyə bilirik də. Buyur, davam elə. Zəng elədi, belə dedim. Mən də dedim ki, bəs Zamiq, indiyə nə kimi hörmətlə yanaşmışıq bir-birimizə, sağ ol, sən də mənə köməklik göstərmirsən. Mən heç vaxt o pulun damından keçmərəm. Onun halallığı olmalıdır. Mən bunu səndən götürmüşəm, valideynimin müalicəsi üçün. Mən bunu sana qaytaracağım, sözümə də sıxışdırmaram. Onun mən halallığını almalıyam səndən. Gəl, sən mənim dar günümdə mənə köməklik göstərmirsən, Allah canına sağ eləsin. Dedim, mən o pulu səndən götürüb, gedib keyfimə istifadə eləməmişəm. Hamımız anadan dünyaya gəlmişik, valideynim üçün eləmişəm mən. Sən məni başa düşmürsən. Deyir, sənin valideynin də belə, sənin özün də belə. Ölü, diri qoymadılar, möhtərəm hakim. Üzümə dadı boy verdi, dedi, saat 1-ə qədər pulumu çatmalı. Dediniz ki, sizə qarşı təkrarımız ifadələr işlətdi. Siz də qərara gəldiniz ki, öldürəsiniz. Dedim, mən Zamiq, görüşmək istəyirəm də, saat sözümdür. Dedi, yox, kart atıram atqıra. Yalandan dedim ki, möhtərəm hakim, əmimə demişəm, əmim pulu gətirib. O səninlə görüşəcəkdi, deyəcək ki, bir də buna pulu vermə, sənət bol çəkdirəcək sağ. Deyir, birdən o təzəmdən dəyər ki, verməmsən də belə şeylər olur. Buna belə yalan danışdı. Formatda möhtərəm hakim, getdim Əcəmiyə. Getdim Əcəmiyə, vaxt yadımdan çıxıb, amma gecə idi. Getdim, çatdım Əcəmiyə, yanında bir nəfər şəxs var idi. Həmən vaxtı o öldürmək qərarına gəlmişəm, yəni onu deyirəm. Amma yol getdiyim müddət ərzində hirsim soyubdur. Onun yanına çatanda o bəlkə də desəydi ki, mənə əsəb oldum,
üzürü sahib, bir başqasını əsəbləşmişdim, sən də gəldi, belə oldu. Biraz yaxşı danışsaydı, yəni o fikrimlə daşınardı. Mənim 22 yaşım var, işim, yəni həyat hadisə, yəni o fikrimlə daşına bilər. Yəni hirsim soymuş da, heç o qərarı atmışdım başıma. Amma orada da o elə bir şərait yaratdı ki, naborot gəldik, çatdıq, dedim, bəs niyə söydün, öyrəm? Dedək, pul gətirim söylüyoruz. Dedim, öyrəm, əsas gəlmişəm səndən onu üzbəüz deməyə ki, sən niyə söylüyorsan ki? Çaq da götürmüşəm, götürəm onu. Dedək, səsi söhbət eləməyə gəlmişsən sən. Dedim, sən valideynlə söysələrsən, nəsə bilməzsən. Dedək, söymüşəm, belə bir də söyləyəm. Nəsə də söhbət eləmək istəsə, bura söhbət edir, oturmaşda gedək, mən sağ göstərim mənə. Sənin kimlərim mən çox görür. Dedim, Zamik, mən o adam döyləm. Həmən söymək istəyəndə bıçağın bir məğzına atdım, boğazına dedim. Sonra belə, yəni bıçağı vurdum, heç bilmirəm neçə dənə vurmuşam. Həmən yerdən uzaqlaşdım. Elə həmən insanı da çağırasınız. O kimi etsə mənə zəng eləyən, heç adın familiyasını bilmir. Polkovnik deyil. Yolda mənə getdim 3-cü mikrorayon, orada taksilər oldu. Mindim taksiyə, bildim ki, yəni sürok çox olacaq, ağır iş gözləyir. Dedim, valideynimi ziyarət edeyim. Getdim Ağzəbəd rayonuna, yolda olarkən bir nəfər polkovnik mənə zəng elədi. Dedi, bir elə müharib iştirakçısan, iş yerindən sən maraqlanmışam, pis deməyiblər mənə. Əlbissə komandirində deyil, mən də deyiləm, qayıt gəl yanına. Gəldim elə rayonumuza, sonra da öz şöbəmizə, Bakıda həmən gəldi, mən apardım. Mən bunu sizə deməkdə məqsədim oldu ki, möhtərəm hakim, mən tabaq niyyətim olmuydu. Mən elə 1885 manat maaş aldım. Mənim tabaq niyyətim niyə olsun ki, möhtərəm hakim? O pulu verməməyimin də səbəbi o olubdur ki, möhtərəm hakim. Həmən vaxt da verə bilərdim, mən tez də verə bilərdim. Qardaşım universitetə qəbul oldu, 2200 manat ödənişi. Ona görə verə bilmədim. Yoxsa elə həmən pulu ora verəsiydim. Ona görə alınmadı. Yəni, hadisə bu cürünə baş verir. Sizdən də xahiş edirəm ki, mən Allah ölümlərinizə rəhmət eləsin, valideynim müəllim oldu. Mən elə bir ailədə böyümüşəm ki, yəni bu şeylər məndən uzaq oldu. Sayla ailədə böyüməyin məlumdur da. Şəhsən sənə! Evet. Xoş deyildi, gedib bir qohumlarını alardın, toplayıb verərdin pulunu. Ne var burada? Günü hasıya kadar bu adamı yüzden tanımırsınız. Kimi? Zami Bey. Özünüz dediniz ki görmemiştim de hasıya. Pulu almağı, pulu özündən almaqsan. Özümü al. İstəyirsən karta göndərib sana. Bir dəqiqə. Möhtərəm hakim də dedi, nə yaptın? Dedim göndərin. Aysa karta. Telefonla danışmışım, görüntüdə danışmışam möhtərəm. Bir də görüntüdə danış. O zəng eləmişdi. Təxminən saat neçə olardı, neçədə zəng eləmişdi? Bilmirəm. Axşam. Görək. 6-da işdən çıxmışam möhtərəm hakim, 6-dan sonra zəng edir. Altdan sonra zəng eləyib, altdan sonra zəng eləyib saat 2-də görüşmüşsünüz. Vaxta baxma. İndi bir dənə sual verim mən. Gecə idi, saat neçə? Mən bir dənə sual verirəm. Günorta zəng eləyir Samıqqa. Mən zəng edirəm. Atamla gəlməyirəm. Telefon var, zənglər var. Aydın. Yalancı demirəm ki mən. Zamik dedi ki, gəl gedək söhbət eləyək. Hə. Hə. Mən də maşına oturmaq istəmədim. Bu əvvəlcə də mənə demişdi, sən ona görə qorxdum maşına oturmağa ki, yəni problem başqa cür olardı. Elə yerdə mən buna dedim ki, niyə belə edirsən də, dedə söymüşəm, belə bir də söyərdim. Söyləmişəm bir də söylərim, sonra? Hə, başladı yenə söymüyor. Nə söyürdü, nə söyürdü? Məcburam onların hamısını deməyə. Gəl bura məhkəmə deyir. Məhkəmədə demirəm. Nəsə belə deyir, beləcə belə deyir. Nalayiq faydalıdır. Bəli, möhtərəm hakim. Ailə ilə bağlı. Bəli. O dedi, otur başına, aha. Dedim, otur burada. Hə. Niyə söyüşlə danışırsan mənə? Mən ona layiq adam deyiləm. Dedə, elə sən ona layiq adamsan. Dedim, tanıyırsan sən məni. Sən mənim ailəmi tanıyırsan, sən məni tanıyırsan ona layiq olduğumu. Dedə, sən başladı yenə söyməyə, mən də vurdum. Yəni harada deyəndə ki, durmuşsunuz, qarşı-qarşıya vurmuşsunuz, oturaqlı vurub, tartışmışsınız, nə eləmişsiniz, necə oldu ki burada? Elə birdən-birə bu elə gözlədi ki, siz onu vurasınız. Çox bilmiyorum. Bilsən ki, mən onu vuraram, o şey eləməzdim. O başqa söhbətdir. Aranızda hansı bir situasiya yarandı ki, siz o bıçağa əl attınız? Demirəm, söydü ona görə. Elə siz də sakitcə durub söyüşlərinə rəğmən bıçağı çıxartdınız. Neynəməliyik? Nə dediniz ona siz? Nə deyəcək? Hə, bir dəqiqədə Suqra xanım, bir dəqiqədə. Yəni, sual ondan ibarətdir ki, o ayaqda sənə söyərkən, niyə gözləmirsən maşına oturub sonra vurmuşsan, elə orada vurmamışsın? Ay sağ ol. Heç sizə qarşı bir müqavimət göstərmədi o. Möhtərəm hakim, kamera çıxmadıqsa. Bir dəqiqədə. Bunun şeydir, xeyri nədir orada? Bax gəlib,
25 dəqiqə dururlar, əl-ələ görüşürlər. Qoy sizi ifadə yaratın, kənəzim. Möhtərəm hakim, kaş elə kamera çıxaydı, onun məni tartışdırmağı öngörürdünüz. Aydındır. Bəs o söhbət ondan gedir ki, məsələ orasındadır ki, siz deyirsiniz o söydü mən vurdum. Təsvir eləyin də necə, bu söydü siz Sonra vurursunuz. söylədən niyyətim olur da götürmək Yəni, üçün. belə Siz deyək ona də, bıçağı vuranda o neçə saniyə yerdeydi ərzində yoxsa tahmin oturdaydı, Çalınma, çıxarda otururdu. vurmağımız neçə saniyə çəkdi? Maksimum 3 saat. Nə qədər? 3 saniyə. Siz, yox, bax siz o bıçağı vuranda, o Necə bildin ki 3 saniyə? Hara şeydi baxdın? də, bir dəqiqə. Siz o bıçağı çıxardıb vuranda, o oturuluydu yoxsa maşının çölündəydi? Demədim oturdu maşına. Oturmuşdu maşına. Bəs bayaq dedin ki, o adam tez yaxınlaşdı, getdi maşına. Tələsən, qoy bitirsin. Qoy da. Mən elə demədim möhtərəm hakim. Dedim ki, gəldi o qarşılamağa, onun yanındakı şəxs Ayrıldı. bizdən uzaqlaşdı. Ayrıldı. Sonra maşına gələndə, o həmin adam otdu. Bu da ona dedi ki, otur maşına. Ona dedi ki, otur maşına, sürüb get. Hələ səhv eləmirəmsə, dəqiq yadımda deyil, maşını da xodladı. Bu da dedi ki, arxa əlinə belə uzaqdan arxa qapması ki, otur maşına, göründə adamla ayrıldı. Dedim, mən də oturmaq istəmirəm maşına ki, deyib, mən də deyirəm ki, başqa şeylər olar da, həm gücüm çatmaz və yaxud nəsə oturmaq. Çıxıb gedərdim, qaçar burada. Niyyətli namuslu da bu. Şərəflə. Hani sən şərəfli? Xanım! Devletime de diremin. Yılmama sen gelip şu telgrama var gönder. Xanım! Zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Suğra Cabbarova ifadəsində göstərib ki, oğlu Alverlə, özü isə şirniyyat işi ilə məşğul olub. Zamiq 3 il əvvəl ailə həyatı qurub, 5-ci mikrorayonda yaşayıb. Oğlunun faizə pul verdiyini prokurorluqda öyrənib. Dekabrın 30-da oğlu onun yaşadığı evdə olanda telefondan zəng gəlib. Danışa-danışa onun otağına keçib və qapını örtüb. Otaqdan çıxandan sonra ondan nə baş verdiyini soruşub. Oğlu da ona zəng edənin Qaçay Paşayev olduğunu söyləyib. Saat 22-də Zamiqə zəng edəndə başqa şəxs oğlunun 3-cü mikrorayon dairəsində düşdüyünü deyib. Sonradan həmin şəxsin polis əməkdaşı olduğunu bilib. Gəlinə zəng edib öyrənib ki, Zamiq 2 saat əvvəl Qaçayla birlikdə harasa gedib. Qaçaya zəng vurub nə baş verdiyini soruşduqda o oğlunun öldüyünü deyib. Digər oğlu Zaurla kliniki tibbi mərkəzə çatanda huşunu itirib. Şahid Siyavuş Əsədov bildirib ki, arvadı 2009-cu ildən xərçəng xəstəsi olub. Müalicə xərclərinin hamısını böyük oğlu həyata keçirib. Həmin ərəfədə o işsiz olub. Hadisənin baş verdiyini dekabrın 31-də günorta bilib. Elvin artıq Ağcabədi rayon polis şöbəsində olub. Mərhumun anasının yanına getmək istəsə də, müstəntiq qadını onları görmək istəmədiyini deyib. Şahid Pərvanə Rəhimova ifadəsində göstərib ki, dekabrın 30-da axşam anası gildən gələndən sonra əri Zamiqə Qaçay Paşayev zəng edərək onu çay içməyə dəvət edib. Bir neçə saatdan sonra yoldaşının öldürüldüyü məlum olub. Dedi ki, gedim 1 saat oturum, gəlirəm evə. 9-un yarısına gələcəm. Yoldaşım çıxdı, getdi. Gedəndən 1-2 dəqiqə sonra mən yığdım ki, bayram günündə məni tek qoymayıb da, xahiş edirəm səndən. Dedi, narahat olma. 9-un yarısı evdəyəm. Ona qalır. Axı bu 9-un yarısı zəng edəcəkdi, gəlməliydi də 9-a qalmışdı. Bir saat ona qalır. Başladım yığmağa telefonunu, WhatsApp yazdım. Elə bir ki, rus hərflərinə də ki, nə oldu? Gəl də, yəni. Nə oldu? Bu baxılmadı mənim WhatsApp-ıma. Başladım zəng eləməyə, bir 20 dəfə, 30 dəfə zəngdən sonra, yəni bir oğlan kişi xeylağı da, yəni götürdü telefonu, dedi ki, mən dedim ki, kimdir danışan, qoydular adboy birinci. Birinci adboy qoyuldu telefonuma, yəni cavab verilmədi. Sonra yenə başladım dağıtmağa telefonu. Başladım yığmağa, ikinci dəfə bir 10-15 dənə zəngdən sonra açıldı telefon, bir kişi xeylağı idi, dedi ki, mənə ki, mən dedim ki, yoldaşımdır. Dedim ki, Zamiq lazımdır. Kimdir? Dedi ki, kafe müdürüyəm. Biz Zamiq içi ayaltmağa çalışırıq. Dedim ki, haradadır? Gəlim götürüm mən onu. Yəni ki, gəlim. Dedi ki, Şamaxınkada Darvaza kafesidir. Dedi ki, indi konum atacağıq sizə. Anasına yığdım, qaynanama yığdım ki, biz belə deyirlər. Neyse, qaynanam dedi ki, giyin əyini bir tez geyib, mən də gəlirəm.
Sonra qaynım zəng elədi anasına ki, gəlin hadisə əcəmdədir. Təqsirləndirilən şəxslər həyat yoldaşlarının arasında nə münasibətləri vardı? Yəni pul münasibətləri, kimsə pul verir, faiz verir, nə məsələ var? Heç nə məlumatımız yoxdur. Şahid Qaçay Paşayev ifadəsində göstərib ki, Zamiqi 4-5 il əvvəl iş yoldaşı vasitəsilə sələmə pul verən şəxs kimi tanıyıb. Dekabrın 30-da onunla Memar Əcəmi metro stansiyasının qarşısında görüşüb kafedə çay içiblər. Zamiq ona bir nəfərlə görüşməli olduğunu, ondan alacağı pulu ona verəcəyini deyib. Təxminən 15 dəqiqə söhbət ediblər. Sonra o idarə etdiyi avtomobilin sükanı arxasına Zamiq də gəlib onun yanında əyləşib. Siqaret çəkdikləri üçün maşının qabaq şüşələri açıq olub. Gözlənilmədən Elvin Zamiqin boğazına bıçaqla zərbələr vurub və sonra uzaqlaşıb. Təzyiqlə axan qanın qarşısını almaq üçün yaralarına dəsmalı sıxıb. Hadisə yerinə gələn polis əməkdaşları zənn ediblər ki, hadisəni o törədib. Zamiqi vurub qaçan şəxsi tanımadığını söyləsə də ona inanmayıblar. Elvin Əsədov tutulandan sonra onu şöbədən buraxıblar. Prokuror Elvin Əsədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərər çəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Məhkəmə hesab edib ki, məhkəmə istintaqında Elvin Əsədovun Zamiq Cabbarovu tamah niyyəti ilə öldürməsi öz təsdiqini tapmayıb. İstintaq orqanı tamah niyyətinin olmasını bilavasitə təsdiq edən sübutları əldə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham verib. Məhkəmə nəticəyə gəlib ki, Elvin Əsədovun əməli Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsindən 120.1-ci qəsdən adam öldürmə maddəsinə tövsif edilməlidir. Ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. 2025-ci il fevralın 26-sında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Elvin Əsədov 12 il müddətinə azadlıqdan məhrum olunub. Aprelin 30-da Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Əsədovun cəzası ağırlaşdırılaraq ona 14 il cəza təyin edilib.